Baxın, təsəvvür edin, siz çox acmısınız və dişlərinizlə çiy, belə sərt bir ət parçasını qoparmağa çalışırsınız. Aha. Və bütün enerjiniz onu çeynəməyə gedir. Saatlarla əlləşirsiniz. Dəqiq. Bütün gününüz ancaq çeynəməklə keçir. İndi isə düşünün ki, kimsə, yəni hansısa əcdadımız o əti götürüb oda atır və qəflətən Şey tamamilə dəyişir, bəli. hər şey dəyişir. Xoş gəldiniz bu dəfəki dərin araşdırmamıza. Biz bugün sizinlə bəşəriyyətin ən köklü, ən həlledici qərarlarının verildiyi o qədim ocaq başlarına, səmaları dələn Misir ehramlarına və tamamilə fərqli bir inkişaf yolu seçmiş qədim Azərbaycan dövlətlərinə səyahət edəcəyik. Əslində bugün bizim üçün hər şey çox sadədir, elə deyilmi? Düyməni basırsınız, otaq isinir. Aha. Və ya telefona toxunursunuz, yemək qapınıza gəlir. Amma bugün biz məhz o xırda, bəzən əhəmiyyətsiz görünən gündəlik vərdişlərin, məsələn elə ocaq qalamağın necə nəhəng sivilizasiyalar yaratdığını kəşf edəcəyik. Sizinlə tam razıyam, amma məncə burada məsələni biraz da dərinləşdirməliyik. Çünki tarix sadəcə olaraq, belə deyək, quru hadisələrin və kəşflərin ardıcıllığı deyil. Əgər biz əlimizdəki mənbələrə diqqətlə baxsaq, insanların yaşadığı torpağın xarakterinin, yəni coğrafiyanın, çayların və iqlimin fərqli cəmiyyətlərin taleyini necə amansızcasına diktə etdiyini görərik. Biz bugün o pərakəndə görünən arxeoloji kəşflərin arxasındakı böyük səbəb-nəticə mexanizmlərini açacağıq. Məsələn, insan niyə qanun yazmağa məcbur oldu və ya niyə həndəsəni kəşf etdi? Dəqiq. Bütün bunlar sadəcə dahi fikirlər deyildi. Bunlar həyatda qalmaq üçün sadəcə məcburiyyət idi. Elə isə gəlin lap ən uzaq keçmişdən başlayaq. Bilirəm ki, mənbələrimizdə Afrikada, Turkana gölü ətrafında o 6 milyon illik qalıqlar xatırlanır. Amma mənim diqqətimi daha çox bizim coğrafiyamızda baş verənlər çəkir. Yəni Azıq mağarasını deyirsiniz? Bəli. Baxın, Azıq mağarasında insanlar sadəcə tonqal qalamayıblar. Onlar ocağın kənarlarını daşla hörüblər. Bu artıq mühəndislikdir. Dəqiq, arxitekturadır, dizayndır və ən əsası, onlar ocaqda əti bişirməyə başlayıblar. Mənə elə gəlir ki, bu sadəcə kulinariya dəyişikliyi deyildi. Arxasında böyük bir şey var. Təbii ki, xeyr, bu sadəcə kulinariya deyil. Əti bişirmək əslində, belə deyək, bioloji bir inqilabdır. Baxın, çiy əti və ya sərt bitkiləri çeynəmək üçün ilk insanların çox nəhəng, ağır çənə sümüklərinə ehtiyacı var idi. Yəqin o güclü əzələlər də lazım idi onlara. Əlbəttə. Və bədənin qəbul etdiyi enerjinin böyük bir hissəsi sırf bu mexaniki həzm prosesinə sərf olunurdu. Amma siz əti bişirdikdə nə baş verir? Ət yumşalır, kaloriləri daha asan mənimsənilir. Aha. Nəticədə nəsillər boyu o nəhəng çənə əzələlərinə artıq ehtiyac qalmır və onlar yavaş-yavaş kiçilməyə başlayır. Bir dəqiqə. Yəni mən bunu düzgün anlayıram. Bizim əcdadlarımız sanki bədənlərinin aparat təminatını, yəni kompüter dili ilə desək, hardware hissəsini yüngülləşdirirlər, o ağır çənə sümüklərindən qurtulurlar. Tam olaraq belədir. Və sizcə o qənaət edilən fiziki məkan və enerji hara gedir? Proqram təminatına, yəni beyinə. Dəqiq. Kəllə qutusunda beynin inkişafı və böyüməsi üçün boş yer yaranır. Çənə kiçildikcə beyin böyüyür və bu bioloji sıçrayış dərhal insanların ətraf mühitə adaptasiyasında, onların davranışında özünü göstərir. Aha, yəni daha ağıllı olurlar. Bəli. Məsələn, Neandertal insanlara baxaq. Urmiya gölü yaxınlığındakı Tamtama mağarasında və digər ətraf düşərgələrdə arxeoloqlar çox heyrətamiz bir mənzərə ilə qarşılaşıblar. Onlar artıq ancaq mağaralarda gizlənmirdilər. Bəs nə edirdilər? Açıq ərazilərdə nəhəng heyvan sümüklərindən özlərinə evlər tikirdilər. Sümüklərdən? Düzənliyin ortasında? Yəni, mən bir anlıq bunu beynimdə canlandırmağa çalışıram. Əlində heç bir müasir aləti olmayan bir qrup adamdır. Ovladıqları, nəhəng bir mamontun və ya öküzün sümüklərini gətirirlər, bir-birinə bağlayıb, üstünü dərilərlə örtürlər və özlərinə sığınacaq qururlar. Bəli, düz təsəvvür edirsiniz. Mağaradan çıxıb öz sığınacağını yaratmaq, təbiətdən asılılığın azalmasının bəşər tarixindəki ilk böyük addımıdır. Bu ki, inanılmazdır. Və bu mühəndislik zəkası orada dayanmadı. Zamanla inkişaf edərək, Eneolit dövründə tamamilə yeni bir səviyyəyə çatdı. Eneolit, yəni insanların ilk dəfə daşdan metala, xüsusən də misə keçid etdiyi o kritik dövr. Elədir.
Məsələn, Cəllabaddakı Əlikü məktəbə yaşayış yerini götürək. İnsanlar artıq sadəcə sümüklərdən daxma qurmurdular. Evlərin qoşa çatdığı damı var idi. Və damın ağırlığı divarları uçurmasın deyə, təsəvvür edin, divarın qarşısında xüsusi dayaqlar hörürdülər. Həqiqi memarlıq. Bəli, eyni zamanda mis külçələri də ocaqda əridib yox, soyuq ikən döyərək emal edirdilər. Bax, burada mənim üçün çox maraqlı bir sual yaranır. Yaxşı, adamlar ev tikdilər, damı möhkəmləndirdilər, hətta misi də tapdılar. Amma mis yumşaq metaldır. Çox yumşaqdır, bəli. Əgər sən artıq oturaq həyata keçmisənsə, gözəl bir evin, nə bilim, taxıl anbarın varsa, kənardan gələn istənilən aqressiv bir tayfa o yumşaq mis silahla səni necə müdafiəsiz qoyacaq, elə deyil? Yəni, bu oturaq həyat tərzini qorumaq üçün onlara daha güclü bir şey lazım idi axı. Daha möhkəm etmək üçün ona qalay qatıb tuncu yaratdılar. Aha, artıq əllərində sarsılmaz silahlar var. Dəqiq. Amma tunc dövrü təkcə qılınc və nizə, yəni metalurgiya demək deyildi. Bu dövrün əsl böyük partlayışı başqa bir sahədə, nəqliyyatda baş verdi. Nəqliyyat. Atın əhliləşdirilməsi. Bəli, atın əhliləşdirilməsi. Yəni, məsafələrin qısaldığı an. Bu sanki qədim dövrün internetidir. Dünyanın kiçildiyi, sürətləndiyi dövr. Çox gözəl müqayisədir. Atın əhliləşdirilməsi tayfalara həm sürət, həm də inanılmaz manevr imkanı verdi. Yarımköçmə maldarlıq yarandı. İnsanlar sürülərini uzaq otlaqlara apara bilir, uzaq diyarlarla ticarət əlaqələri qura bilir və ya yeni ərazilərə çox sürətli hücum edə bilirdilər. Və hücum varsa, müdafiədə olmalıdır. Elədir. Təhlükə artdığı üçün yaşayış yerlərinin ətrafında müdafiə divarları tikilməyə başladı. Artıq kiçik kəndlər tayfa ittifaqlarına, onlar isə ilk dövlət qurumlarına çevrilirdi. Eramızdan əvvəl 3-cü minillikdə Urmiya gölü hövzəsində biz Aratta, Kuti, Lullubi kimi möhtəşəm dövlət qurumlarını görürük. Aratta. Şumerlər Arattanı necə adlandırırdılar? Bəhrəli, dağları olan varlı ölkə. Bəli. Bilirsiniz, Aratta məsələsində mən doğrudan da oxuyanda çox təəccübləndim. Tarix kitablarına, mənbələrə baxırsınız, Arattadan düz 2 çay arasına, yəni Şumerin Uruq şəhərinə məşhur lazurit, yəni o mavi lacivərd daşı göndərilir. Üstəlik, məbəd tikmək üçün memarlar, ustalar gedir. Təkcə ustalar deyil, hətta qiymətli metallar da gedirdi. Yəni, bu o deməkdir ki, eradan əvvəl 3-cü millilikdə regionda nəhəng bir qlobal təchizat zənciri mövcud imiş. Biz həmişə elə bilirik ki, Şumerlər qapalı yaşayıb, hər şeyi özləri ediblər. Lakin əslində, məni onların memarlığından da çox idarə etmə sistemi heyrətləndirir. Niyə? Orada qeyri-adi nə var idi ki? Baxın, Arattanı ensi rütbəli bir hökmdar idarə edirdi. Amma onun yanında çox güclü bir ağsaqqallar şurası var idi. Hökmdar vacib qərarları tək başına yox, bu şurada məşvərət edərək səs çoxluğu ilə qəbul edirdi. Yəni, bu, qədim dünyanın mərkəzində, belə deyək, çox ciddi bir demokratik idarə etmə elementidir. Sözünüzü kəsirəm, amma bu biraz qəribə deyilmi? Yəni, adətən cəmiyyətlər böyüdükcə, dövlət formalaşdıqca güc bir nəfərin əlində cəmləşir, diktatura yaranır. Kutilər necə? Onlarda da vəziyyət eyni idi. Çünki Kutilər barədə mənbələri oxuyanda adamda elə təəssürat yaranır ki, onlar sanki Şumerin mühafizəçiləri kimi çıxış ediblər. Kütüklərin regiondakı rolu daha çox o güc balansını qorumaqla bağlı idi. Baxın, Akkadlar cənubda güclənib Şumer məbədlərini dağıdanda və böyük bir xaos yaradanda kütüklər yuxarıdan müdaxilə etdi. Şumeri xilas etmək üçün. Bəli, onlar Akkadları məğlub edərək Şumer məbədlərini xilas etdilər. Hətta Şumer yazılarında kütük hökmdarı dünyanın 4 səmtinin hökmdarı adlandırılıb. Vay, bu çox böyük bir tituldur. Tamamilə. Yeri gəlmişkən onu da qeyd etmək vacibdir ki, bu dövrdə, yəni eramızdan əvvəl 3-cü, 2-ci milliklərdə regiondakı Aratta, Kuti və Lullubi adlarında türk mənşəli sözlərə hələ rast gəlinmirdi. Bu ərazilərin etnik mənzərəsi doğrudan da özünə məxsus və kifayət qədər mürəkkəb idi. Çox maraqlıdır. Yaxşı, gəlin indi elə o Kutillərin qoruduğu uzaq cənuba, mədəniyyətlərin beşiyinə, Misir və 2 çay arasına, yəni Mesopotamiyaya doğru gedək. Bilirsiniz, sivilizasiyalar haqqında oxuyanda adam, necə deyərlər, həmişə düşünür ki, hansısa cəmiyyət digərindən daha ağıllı olduğu üçün inkişaf edib. Aha, ən böyük yanlışlıqlardan biridir bu. Bəli, amma tarixə baxanda aydın olur ki, hər şeyi elə coğrafiya həll edib. Məsələn, Misiri götürək.
Nil çayı. Hər il eyni vaxtda daşır, geriyə qara, çox bərəkətli lilli bir torpaq qoyur. Üstəlik, ətrafı səhralar və dənizlərlə çevrilib, kimsə kənardan asanlıqla hücum edə bilmir. Dəqiq. Bu sanki qapısında mühafizəçiləri olan, materialı bol, tam təhlükəsiz, elit bir mənzil kompleksidir. Amma Mesopotamiya? Hə, Mesopotamiya, yəni iki çay arası, o mənzil kompleksinin amma tam əksidir. Baxın, Dəclə və Fərat çayları heç də Nil kimi mehriban və proqnozlaşdırıla bilən deyil. Daşqınlar xatik olurdu, hə? Bəli, onlar qəflətən daşır, kəndləri yuyub aparır, sözün əsl mənasında fəlakət yaradır. Üstəlik regionda nə ağac var, nə də daş. İnsanlar hər şeyi gildən və kərpiçdən tikməyə məcburdular. Və ən pisi nədir? Nədir? Coğrafi olaraq heç bir təbii maneə, hündür dağ sırası filan yoxdur. Sizin o bayaqki təbirinizcə desək, hasarsız, damı tez-tez axıdan və küçədən keçən hər kəsin qapını təpiyi ilə açıb girib qayrət edə biləcəyi açıq bir məhəllədir. Çox qorxuludur. Amma maraqlıdır baxın, bu iki fərqli daşınmaz əmlak onların siyasətini necə formalaşdırdı? Çünki Misirdə vilayətlər, o məşhur nomlar sürətlə birləşib vahid dövlət yarada bildi. Amma Şumerdə şəhər dövlətlər həmişə bir-biri ilə qan-bıçaq idi. Əsas səbəb yenə də təbiətin insan psixologiyasına təsiridir. Baxın, Misirdə təbiət stabil idi. Təqvim saat kimi işləyirdi, məhsul bol idi. Belə bir firavanlıq və rifah içində Firon çox asanlıqla ayağa qalxıb deyə bilirdi ki, mən günəş tanrısı Ranın oğluyam, bu sabitliyi də elə mən yaradıram. İnsanlar da aciz olduqları üçün buna inanırdılar. Bəli və mütləq itaət edirdilər. Fironun hər sözü qanun idi. Ayrıca harasa qanun yazmağa ehtiyac belə yox idi. Amma Şumerdə təbiət tamam xaotik idi. Əvvəlcə teokratiya, yəni kahinlərin idarə etməsi yarandı. Bir dəqiqə, niyə məhz kahinlər? Niyə sərkərdələr yox? Çünki təbiət qəflətən daşıb hər şeyi məhv edəndə insanlar qorxuya düşür və o xaosu durdura biləcəyini, tanrılarla danışa biləcəyini iddia edən şəxslərə, yəni kahinlərə üst tuturlar. Lakin zaman keçdikcə xarici hücumlar artdıqca məlum olur ki, dualar kömək etmir. Beləliklə general gəlir. Dəqiq. Hərbi liderlər, o vaxtki adları ilə Ensi və ya Lugallar idarə etməni ələ alıb monarxiya qurdular. Amma bir problem var idi. Şumer hökmdarı Firon kimi özünü hər şeyi nizamda saxlayan tanrı elan edə bilmirdi. Çünki növbəti sel gələndə onun əslində aciz olduğu ortaya çıxacaqdı. Tamamilə doğrudur. Bəs bu qədər xaosu, bu qədər qorxmus insanı necə idarə etməli? Ağaca daşa yazılmış sərt qaydalarla, yəni qanunlarla. Məhz Şumer hökmdarları cəmiyyətdə intizamı və qorxunu saxlamaq üçün tarixdə ilk yazılı qanunları yaratmağa məcbur oldular. Onlar insanlara deyirdilər, mən tanrı deyiləm, bəli, amma diqqət edin, tanrılar bu qanunları mənə verib, nizamı da məhz bu qanun qoruyacaq. Görürsünüz, coğrafiya və iqlim onlara hüququ ixtira etdirdi. Bu ki, inanılmaz bir zəncirdir. Yəni, gəlin bunu izləyək, təbiət vəhşidir, kahin zəifləyir, general gəlir və nizam yaratmaq üçün qanun yazır. Dəhşət. Yaxşı bəs elm. Misirlilərin o məşhur riyaziyyatı, astronomiyası haradan qaynaqlanırdı? Məsələn, niyə məhz həndəsə? Yenə də qaydırıq Nil çayına. Yenə Nil. Bəli. Nil hər il daşanda hər yeri bütün tarlaları su basırdı. Aylar sonra sular çəkiləndə isə kəndli gəlib görürdü ki, onun tarlasının sərhədləri palçığın altında qalıb, yuyulub gedib və qonşunun torpağı ilə qarışıb. Və dava düşür. Bəli. Torpaqları yenidən və ədalətli bölmək, eyni zamanda dövlətə vergi yığmaq üçün onlar tarlaların sahəsini çox dəqiq hesablamağa məcbur idilər. Üçbucaq, dairə, trapeziyanın sahəsini hesablayan o çətin düsturlar var ha. Bax, onlar əslində dahi kəşflər kimi yox, sadəcə aqrar mübahisələri, torpaq davalarını həll etmək üçün yaranıb. Yəni həndəsə tarladakı sərhəd davasından doğub. Bu fantastikdir. Bəs təqvim məsələsi. Niyə ili məhz 365 günə böldülər? Çünki Nilin nə vaxt daşacağını əvvəlcədən, lap saniyəsinə qədər bilmək onlar üçün ölüm-dirim məsələsi idi. Misirlilər göy üzünü çox diqqətlə müşahidə edərək, təsəvvür edin, planeti ulduzlardan fərqləndirdilər. Heç bir teleskop olmadan. Bəli. Və gördülər ki, müəyyən ulduzların göydəki düzülüşü düz çayın daşqın vaxtları ilə üst-üstə düşür.
Beləcə ili 3 mövsümə, 12 aya və 365 günə böldülər. Sizin bugün divarınızdan asdığınız, telefonunuzda baxdığınız təqvim o qədim lili torpaqların daşqınını proqnozlaşdırmaq cəhdindən bizə miras qalıb. İnanılmazdı. Yəni elm və arxitekturada, məsələn, Kozerin o məşhur pilləli ehramından tutmuş, o nəhəng 147 metrlik Xeops ehramına qədər hər şeydə zirvədə idilər. Amma gəlin bu hekayənin biraz da qaranlıq tərəfinə baxaq. Çünki bu qədər inkişafın, fironların mütləq hakimiyyətinin arxasında çox qanlı işğalçı yürüşlər dayanırdı. Bəli, bu danılmaz faktdır. Mənbələrdə oxuyuruq, Firon 1-ci Tutmos və xüsusilə 3-cü Tutmos Fələstin və Suriyaya çox amansız yürüşlər edir, orada canişinlik sistemi qururdular. Misir mənbələri qulları necə adlandırırdı bilirsiniz? Necə? Canlı ölülər. Yüz minlərlə qul bu ehramların, bu inanılmaz zənginliyin əsas yükünü öz çiyinlərində çəkirdi. Sonra isə səhnəyə 2-ci Ramzes çıxır, o düz Anadoluya qədər gedib orada Het dövləti ilə toqquşur. Ən maraqlı məqam nədir? Nədir? Nə Misir, nə də Hetlər həlledici qələbə qazana bildi. Hər iki tərəfin resursları, ordusu, iqtisadiyyatı tam tükəndi və tarixə qədim dünyanın ilk yazılı sülh müqaviləsi kimi düşən Kadeş müqaviləsi imzalandı. Bilirsiniz, mən bunu həmişə müasir iqtisadiyyatdakı inhisarı böyük şirkətlərə bənzədirəm. İki nəhəng korporasiya rəqabətdən elə yorulur ki, başa düşürlər ki, bu qiymət müharibəsi hər ikisini bankrot edəcək. Və nə edirlər? Və oturub, necə deyərlər, bazarı bölürlər. Suriyanın şimalı Hetlərə, cənubu isə Misrə verilir. Hətta bir-birinə hərbi dəstək sözü də verirlər o müqavilədə. Yəni, başqa kimsə bazara girmək istəsə, birləşib ikimiz onu vuracağıq. Ölkəsində nəhəng quruculuq işləri aparmağa imkan verdi. Amma gəlin Misirin o qüdrətli və aqressiv quldarlıq sisteminə baxdıqdan sonra diqqətimizi yenidən öz coğrafiyamıza yönəldək. Qafqaz Albaniyası və Atropatena. Aha. Burada tamamilə fərqli bir sosial struktur formalaşmışdı. Məsələn, Atropatena elə bir çevik diplomatik siyasət yürütdü ki, ölkəsinin daxili müstəqilliyini qorudu. Hətta İskəndərlə diplomatiya quraraq ona, təsəvvür edin, 100 Amazonka, yəni döyüşçü qadın hədiyyə etdi. Bax, bu doğrudan da çox önəmli bir fərqdir. Misirin o əzəmətli binaların arxasında canlı ölülər adlanan o dəhşətli qul ordusu var idi. Amma tarixə baxırıq, Qafqaz Albaniyasında cəmiyyət cəmi 3 təbəqədən ibarət idi. Bəli. Hökümdar və din xadimləri, hərbiçilər yuxarıda, tacirlər ortada, kəndli və sənətkarlar isə aşağıda. Quldarlıq demək olar ki, yox səviyyəsindədir. Adam bəzən bunu oxuyanda istər-istəməz düşünür. Nə qədər sülhsevər, ədalətli, qul əməyindən imtina etmiş təmiz bir fəlsəfə. Söhbətinizi yarıda kəsirəm, üzr istəyirəm, amma gəlin məsələyə reallıqla da baxaq. Əlbəttə ki, quldarlığın zəif olması çox aydın faktdır. Lakin bu, təkcə o cəmiyyətin yüksək əxlaq məsələsi deyildi. Yox. Bəs nə idi? Yenə coğrafiya. Qafqazın dağlıq relyefi, dərin dərələri, Misir və ya Mesopotamiya kimi nəhəng minlərlə qulun işləyib idarə oluna biləcəyi o böyük latifundiyalara, yəni geniş əkin sahələrinə sahib deyildi. İkincisi, Qafqaz Albaniyası və Atropatena Misir kimi uzaq ölkələrə geniş miqyaslı işğalçı müharibələr apara bilmirdi. Çünki dağlar mane olurdu. Bəli. Sənin dağların səni xarici hücumlardan necə gözəl qoruyursa, eləcə də sənin öz ordularının kütləvi ekspansiyasını, işğalını məhdudlaşdırır. İşğal yoxdursa nə yoxdur? Əsir yoxdur. Əsir yoxdursa, təbii olaraq kütləvi qul sinfi də yaranmır. Yəni coğrafiya yenidən öz amansız sözünü deyir. Amma gəlin, ideologiyanın da payını kiçiltməyək. Atropatena və Albaniyada yayılan zərdüştiliyin təsirini düşünün. Biz zərdüştiliyə bugün ancaq din kimi baxırıq, od, filan. Amma onun xeyir düşüncə, xeyir söz, xeyir əməl prinsiplərinin çox ciddi iqtisadi tərəsi var idi. Dəqiq vurğuladınız. Zərdüştlükdə müqəddəs olmaq sadəcə oturub ibadət etmək deyildi. Torpağı şumlayıb, taxıl əkən, su kanalı çəkən, nəsə yaradan adım əməli olaraq ən böyük xeyir əməli işləmiş sayılırdı. Başqasının torpağına hücum edib talamaq əvəzinə öz daxili infrastrukturunu inkişaf etdirməyə yönəlmiş bir cəmiyyət yaranmışdı burada. Məsələn, Atropatenada daxili ticarətin pulla yox, məhsul mübadiləsi ilə, yəni barterlə aparılması da bu daxili iqtisadiyyatın fərqli dinc xarakterindən xəbər verir.
Mühəndislik də məhz bu daxili inkişafa xidmət edirdi, eləmi? Məsələn, Albaniyadakı o nəhəng Qovraq kanal yadıma düşür. Qarqarçayda mil düzünə qədər uzanan, millərlə hektar torpağı canlandıran o möhtəşəm suvarma sistemi. Tamamilə. Və Sasanilər dövründə isə bu regionun həm mənəvi, həm də siyasi rolu daha da qabardı. Məsələn, Ərdəbil şəhərinin adının məması Artavil, yəni müqəddəs şəhər idi. Albaniya hökmdarı 3-cü Mömin Vaçaqanın o dövrdə təhsilə və dinə verdiyi dəstək, Sasanilərin zülmünə, assimilyasiyasına qarşı mübarizəsi əslində xalqın öz identikliyini qorumaq instinktidir. Və ən heyrətamızı nədir bilirsiniz? Bu vokal görünən, dağların arasında qalan mədəniyyət heç də elə qapalı deyildi. 1975-ci ildə uzaq Misirdə Sinay yarımadasında Alban dilli mənbə tapıldı. Təsəvvür edirsiniz? Qafqaz Albaniyasının yazısı Nil sahillərinə qədər gedib çıxmışdı. Bu çox vacib kəşfdir. Bu onu sübut edir ki, antik dünya bizim bugün təsəvvür etdiyimizdən çox daha sıx və intellektual tellərlə bir-birinə bağlı idi. Fikirlər, yazılar, əlyazmalar o çətin coğrafiyaları aşıb bir-birinə qarışırdı. Mükəmməldir. Həqiqətən sizinlə bugün bəşər tarixinin çox uzun, mürəkkəb, amma bir o qədər də məntiqi yolunu qət etdik. Gəlin indi bir dərindən nəfəs alaq və hara gəldiyimizə, nələri kəşf etdiyimizə baxaq. Biz sizinlə bu səyahətə Azıq mağarasında bişən və beynimizi sözün əsl mənasında böyüdən o kiçik ət parçası ilə başladıq. Neandertalların sümüklərdən qurduğu daxmalardan, Tunc dövründə atın belində sürətlənən dünyamıza gəldik. Bəli. Aratanın səs çoxluğu ilə qərar verən o demokratik şuralarını öyrəndik. Gördük ki, Nilin o bərəkətli sakitliyi Fironu necə mütləq bir tanrıya çevirdi və sərhədləri pozulan tarlalar, həndəsəni, ili 365 günə bölən təqvimi necə doğurdu? Dəclə və Fəratın amansız daşqınlarının isə o xaosu tənzimləmək üçün insanı tarixdə ilk dəfə sərt qanunlar yazmağa necə məcbur etdiyini gördük. Dəqiq. Kadeşdə ilk sülh müqaviləsini bağlayıb, bazarı bölən o qədim korporasiyaları izlədik. Sonra isə yenidən evə, Qafqaza qayıtdıq və dağların, o su kanallarının, zərdüştlük fəlsəfəsinin böyük quldarlıq əvəzinə necə daha balanslı, daxili quruculuğa yönəlmiş, fərqli bir cəmiyyət yaratdığını kəşf etdik. Bilirsiniz, bütün bu mexanizmlərə baxdıqdan sonra biz təkcə quru keçmişi öyrənmirik, həm də insan təbiətinin şərtlərə necə uyğunlaşdığını, necə sağ qaldığını görürük. Biz adətən tariximizi böyük ideologiyaların və dahi liderlərin yaratdığını düşünməyi sevirik, amma əsl memar çox vaxt elə ayağımızın, dabanımızın altındakı torpaq olub. Tamamilə razıyam. Məhz buna görə də bugünkü araşdırmamızı bitirərkən sizə, bəli, məhz bizi dinləyən sizə bir sualım var. Bugün biz müasir qanunlarımıza, azadlıqlarımıza, cəmiyyətimizin ədalət prinsiplərinə baxıb çox qürurlanırıq və düşünürük ki, bütün bunları biz öz iradəmizlə, şuurlu şəkildə seçmişik. Amma bir anlıq düşünün, əgər doğulduğunuz coğrafiya tamamilə fərqli olsaydı, fəsillərin heç dəyişmədiyi bir ekvatorda və ya daima tufanların yıxıb dağıtdığı bir çöllükdə yaşasaydınız, cəmiyyətiniz indi hansı dəyərlər üzərində qurulardı? Cəmiyyətimizin xarakterini doğrudanmı biz özümüz seçirik, yoxsa yaşadığımız coğrafiya, çaylar və dağlar çoxdan bizim yerimizə hər şeyi qərar verib? Baxın, bunun üzərində düşünün. Yeni dərinliklərdə görüşənədək özünüzə yaxşı baxın.